Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda 2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulub. Xəbər verilir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında məlumat verib. Deputat bildirib ki, artımlar ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçiriləcək və təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Yaşa ailə başçısını itirməyə və əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində gələn ildən artımlar müşahidə olunacaq. Bu, artıq dövlət büdcəsi layihəsində də öz əksini tapıb. Vüqar Bayramovun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində sosial istiqamətdə ayrılan vəsaitlərin payı 40%-dən çox olacaq. Gələn il sosial təminat tədbirlərinin gücləndirilməsi və sosial sahəyə daha çox vəsaitlərin ayrılması gözlənilir. Sosial islahatlar növbəti illərdə də hökumətin əsas prioriteti olaraq qalacaq. O əlavə edib ki, əmək haqqı artırmaları ilə bağlı qərarlar ənənəvi olaraq prezidentin imzaladığı sənədlərlə həyata keçirilir və bu istiqamətdə mütəmadi addımlar atılır. Həmçinin deputat qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 58% olacaq. Bu o deməkdir ki, növbəti ildə büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olan vəsaitlər neft sektorundan daha çox olacaq. Dövlət büdcəsinin sosial yönümlülüyü isə qorunacaq.